Bu dəfə də zamana qənaət edən, müraciətlərinizi asanlaşdıran növbəti yeniliklə qarşınızdayıq. Əziz vətəndaşlar, artıq polis orqanına ünvanlamaq istədiyiniz müraciətləri vahid platforma olan e-polis mobil tətbiqi vasitəsilə göndərə bilərsiniz. Əvvəlcə proqrama daxil olub elektron müraciət xidmətinə keçid edirsiniz. Açılan pəncərədə müraciət et düyməsini kliklədikdən sonra əlaqə məlumatlarınızla tanış olursunuz. Məlumatlar düzgün olduğu təqdirdə isə davam et düyməsini sıxaraq növbəti mərhələyə keçirsiniz. Bu zaman qarşınıza çıxan qaydalarla tanış olub davam et düyməsini klikləyirsiniz. Sonra gələn ümumi məlumatlar hissəsində müraciət edən şəxs kateqoriyasını, hara ünvanlanır, müraciətin növünü seçirsiniz. Əgər şikayət edəcəksinizsə, şikayət etdiyiniz şəxsin daxili işlər orqanının əməkdaşı və ya digər şəxs olduğunu qeyd edirsiniz. Ardınca müraciətin mövzusunu və hadisə yerini yazırsınız. Növbəti düyməsini sıxaraq cavabdeh barədə məlumatlar hissəsində şikayət etdiyiniz şəxs haqqında bildiyiniz məlumatları da daxil edib yenə növbəti düyməsini sıxırsınız. Mətin, şəkil və ya sənəd varsa onları da əlavə edərək müraciəti təsdiqləyirsiniz. Beləliklə prosedur tamamlanır və bir neçə dəqiqə ərzində müraciətinizi elektron qaydada polis orqanına göndərməklə məmnunluğunuz təmin olunur. E-polis rəqəmsallaşan xidmətlərimizin üstünlüklərindən siz də faydalanın.